markalı et məhsulundan danışım. Q10 tərkibli, bilirsiniz Q10 cavanlaşma effektlidir. Mimik qırışlar üçün gözaltı nəmləndirici krem və gündüz kremdən danışım. Və bu krem 30 yaşından yuxarı bütün xanımlara məsləhət görürəm ki, ilk mimik qırışların qarşısını almaq istəyirsinizsə, bu krem çox mükəmməldir. Tərkibində vitamin kompleksi var, həssas dərələrə belə çox gözəl effekt verir. İndi mən sizə ilk başlanğıcda istəyirəm. Bilirsiniz ki, kremi gözün altına istifadə etmək olmaz. Çünki gözün altı çox həssasdır. Və bugün istəyirəm mən sizə birinci gözaltı ətrafı üçün, baxın bu mimik qırışlardan üçün, gözaltı ətrafı üçün kremdən istifadə edəcəm. Gördüyünüz kimi baxın, altı da belə bağlıdır, yəni tam təhlükəsizdir. Və bundan biraz bura vururuq və gördüyünüz kimi və qidalandırırıq. Gözün altına qidalandırırıq ki, bu hissəyə biz krem vura bilmərik. Və gördüyünüz kimi və bunu hər gün istifadə etməyə lazımdır ki, qarşıdakı mimik qırışları olmasın. Və bunu tam hopdurana qədər eləyim. Və bunu hər birinizə 30 yaşdan yuxarı hər bir xanıma mən bu gözaltı kremi məsləhət görürəm.